Salam uşaqlar, 12-ci məsələnin izahına baxaq. Deməli, 18 qram X2O maddəsində olan bütün atomların sayı 6,02 bronz 23-dür. Deməli, 18 qramımızda bütün atomların sayı nə qədərdir? 6,02 vur 10 üstü 23-dür. Bəs X2O-nu biz kənarda yazaq. X2O-nun burada kütləsini veribsə, bizə burada lazımdır bunun emiri. Emirimiz olacaq 2x üstəgəl 16. 2 dənə x, oksigen də 16 olduğu üçün 2x plus 16. Bu bunun emeridir. Bu 2x plus 16 emer olanda bizdə burada bütün atomların sayı nə qədər elədi uşaqlar? 3 Na saydı. 3 dənə daxil burada 3 Na saydı. Yəni 2x plus 16 olanda isə bizdə atom sayı olacaq 3 Na. Na-nı 6,02 bronz 23 yazaq. 3. Bunlar gedəcək. Burada qalacaq 2x plus 16 bərabərdir 54-ə. 2x-imiz bərabərdir 38-ə, səhv eləmirəmsə. X-imiz də bərabərdir 19-a. Cavab olacaq Y variantı. X elementimiz kalium yox. X elementimiz nədir burada? Flor elementi ola bilər. Bu qədər sadə.